Bugün dəyər test toplusunda açıq tipli testlərin test tapşırıqlarının izahını verəcəm. Birinci sual. Məlumat RNT-nin zulal molekulunu kodlaşdıran hissəsində 81 adenin, 104 sitozin, 94 urasil, 102 guanin azot əsası vardır. Bu hissədəki riboza və ortofosfat turşusu qalıqlarının cəmini hesablayın. Biz bilirik ki, məlumat RNT-sinin kodlaşdıran hissəsi dedikdə məlumat hissənin bir zəncirdən təşkil olunan hissəsi nəzərdə tutulur. Və burada verilib ki, adenin 81, məsələ şərtində sitozin 104, daha sonra urasil 94, guanin nukleotidi isə 102-yə bərabərdir. Və biz bunların hər birini toplamaqla, yəni 81, 104, 94, 102-ni toplamaqla biz məlumat RNT-də olan bütün nukleotidlərin sayını taparıq. Hesablayarıq ki, 381 ədəd nukleotid var. Və biz də bilirik ki, 381 ədəd nukleotid o deməkdir ki, 381 ədəd azotlu əsaslar var. Yəni bunlar nədir? Həm də azot əsasıdır. Nukleotidlə bərabər həm də azotlu əsasların sayıdır. Və azotlu əsasların da sayı bilirik ki, zəncir olsun, molekul olsun, fərqi yoxdur. Bir zəncirdə də azotlu əsasların sayı ribozaya, yəni karbohidrata, ortofosfat turşusu qalığının sayına bərabərdir. Yəni 381 ədəd ribozamız var, 381 ədəd ortofosfat turşusu qalığı var. Hər ikisinin cəmi isə 762 ədəd eləyər. Doğru cavab 762. İkinci suala baxaq. Cədvəldə XY-in ATF molekulunda biz bilirik ki, 3 ədəd ATF-də 3 ədəd X-imiz bərabərdir 3 ədəd ortofosfat turşusu qalığına, Y bərabərdir 2-yə, azot əsası isə 1 ədəddir, Z də bərabərdir 1-ə, yəni adenin azot əsaslarının sayı nə qədərdir? 1 ədəd. Ümumilikdə toplasaq doğru cavab 6 edər. Üçüncü sual. Müəyyən vaxt ərzində bitkidə 150 qram qlukoza sintezi olunmuşdur. Bu zaman həmin bitkidə neçə litr normal şəraitdə oksigen əmələ gələr? Mütləq şəkildə qlukozanın yekun tənliyini əzbər bilməliyik. Biz bilirik ki, 6 mol karbon qazı üzərinə gəlirik 6 mol su. Düzdür? Əmələ gəlir qlukoza, 1 mol qlukoza H12 O6, üzərinə gələrik 6 mol oksigen. Bu əzbər, bu əmsallar əzbər, mütləq şəkildə. Və biz də deyirik ki, bu zaman neçə litr oksigen qazı əmələ gələr? Normal şəraitdə götürülür. Belə bir tənliyə əsasən biz yazırıq ki, bunu tənliyə əsasən yazırıq. Yəni 180 qram qlukoza əmələ gəldik, düzür istəyirəm, əmələ gəldikdə 6 vuraq 22,4 litrə. Bəs 150 qram qlukoza sintez olunduqda nə qədər oksigen qazı əmələ gəlir? 150-ni vurarsınız 6 vurulsun 22,4 litrə bölərik 150-yə. Eləyər cavabımız 112 litr. Niyə 22,4 litr? Çünki bizdən normal şəraitdə soruşur. Normal şəraitdə də qazların tutduğu həcm 22,4 litrə bərabərdir. Doğru cavab 112. Digərinə baxaq. Dördüncü sualı. DNT molekulunda hidrogen rabitələrinin sayı 38.000, timin nukleotidlərinin sayı 7.000-dir. Nukleotidlərin ümumi sayını tapın. Çox rahatdır. Bunu da bizim düstura əsasən rahatlıqla hesablaya bilərik ki, hidrogen rabitəsi bərabərdir 2 adenin, üstə gələk 3 sitozinə. Düzdür? Buradan hidrogen rabitəsi bərabərdir 2 vurulsun. Adenin sayı nə qədərdir? Yəni adenin və yaxud da timinin sayı bir-birinə bərabərdir təbii ki. 7000 timin varsa 7000 adenin deməkdir. Vurulsun 7000-ə. Və 2 vurulsun 7000-ə, 7000 nə qədər eləyir? 14000. 38000-dən 14000-i çıxarıq, taparıq 24000. 24000-i də 3-ə bölməklə, yəni sitozinin sayını tapmaqla biz taparıq ki, 8000 molekulda sitozin vardır. Nə qədər tapdıq sitozin? 8000-i. Belə bir düsturumuz da var idi ki, hidrogen rabitəsi bərabərdir. Nukleotidlərin sayı üzrə gərək sitozin. Buradan nukleotid sayını tapmaq üçün hidrogen rabitələrinin sayından sitozin molekulunu çıxarıq. Sitozin də ola bilər, guanin də ola bilər. Yəni fərqi yoxdur. Və biz də molekulda tapdıq ki,
8000 sitozin var. Hidrogen rabitələrin də məsələ şərtində verilib ki, 38000-dir. 38000-dən 8000-i çıxsaq, nə qədər qalar? 30000. Belə də yaza bilərsiniz və yaxud da yaza bilərsiniz ki, 7000 adenin var, 7000 timin var, 8000 sitozin, 8000 guanin varsa, bunları da toplasanız cavabımız yenə 30000 edər. 5-ci sual. Cədvələ əsasən X və Y-i toplayın. Məlumat TRNT-nin zula kodlaşdıran hissəsindəki nukleotidlərin sayı 300 olarsa. Bu prosesdə bilavasitə istifadə olunan amin turşular və nəqliyyat TRNT-lərinin sayını tapın. Biz birinci kodlaşdıran hissədə deyirsə, 300 nukleotid varsa, orada neçə triplet olduğunu tapmalıyıq kodlaşdıran hissədə. 300-ü 3-ə bölərək, deyərik ki, 100 ədəd triplet var. Və biz də bilirdik ki, 100 tripletimiz 100 amin turşusu deməkdir. Düzdürmü? 300 bölünsün 3 bərabərdir 100 triplet. Həmin bu 100 triplet 100 amin turşusu deməkdir. Və zülal biosintezində 100 amin turşusunu elə neçə nəqliyyat TRNT daşıyır? 100 ədəd. Yəni amin turşularının sayı həmişə bərabərdir nəqliyyat TRNT-nin sayına. Çünki bir amin turşusunu zulalın böyük hissəsinə daşıyan, nədir? Nəqliyyat TRNT-sidir. Məhz adını da ona görə onlar daşıyıcı funksiya yerinə yetirdiyinə görə nəqliyyat TRNT-si adlanır. Deməli, X-imiz oldu 100, Y-imiz oldu 100. Bunların cəmi edər 200. 16-da baxaq. 18 ədəd makroergik rabitəyə malik ATF molekulunda azot əsası, pentoza, orta fosfat turşusu qalıqlar. Bu çox rahatdır. Daha çox demişik. Yəqin ki, inşallah bu testdə belə testlər qarşınıza çıxsa səhv eləməzsiniz. 18 ədəd makroergik rabitə ATF-də varsa, bir ATF molekulunda nə qədər makroergik var? 2 makroergik rabitə bəs 18-də X bərabərdir 9 mol ATF. 9 mol ATF 9 mol azot əsası olar və 9 mol pentoza olar, ribozası olar və 9 mol ATF-də 9 vurulsun 3 qədər orta fosfat turşusu qalığı olar. Yəni ki, biz toplayırıq 9 üstə gələk 9, üstə gələk 9 vurulsun 3, 27 eləyər. Bunları birlikdə toplasaq cavabımız eləyər 45. Ümumilikdə bunların cəmi ümumi sayı nə qədər olar? 45 ədəd. Cədvələ əsasən, 7-ci suala baxaq. Cədvələ əsasən X-i qiymətini tapın. DNT molekulunda pentozaların ümumi sayı 2000, 2 qat hidrogen rabitələrin sayı 200, sitozin nukleotidlərinin sayını tapın. Bax, DNT molekulunda yadımızda qalsın. Biz bilirdik ki, 2 qat hidrogen rabitələrinin sayı vardı, bir də 3 qat hidrogen rabitələrinin sayı. Əgər molekulda pentozaların sayı 1000 verilibsə, deməli, ümumi nukleotidimiz bizim nə qədər olar? 1000. Pentoza nukleotidlərin sayına bərabərdir. 302 qat rabitələrin sayı o deməkdir ki, burada molekulda 200 adenin var, 200 timin var. Düzdür, 200 timin var. Bunların hər ikisini topladıq. 400, 1000-dən çıxarıq. 400-ü 1000 çıxaq. 400, cavabımız neçə eləyər? 600. Bu 600-ün də yenə 2 yerə bölərik. Çünki 300-ü sitozin molekuludur. 300-ü isə guanin nukleotididir. 300 oldu cavabımız. X oldu 300. Bəs indi siz deyərsiniz ki, nədən bildik ki, 2 qat hidrogen rabitələrinin sayını 200 olduqda deyirik ki, burada 200 mol adenin var. Yəni 200 ədəd adenin var, 200 ədəd timin var. Bunu yadınızda saxlayın ki, bilirdik ki, adenin və timin arasında neçə ədəd rabitə var? 2 ədəd. Həmin bu 2 ədəd rabitə 1 ədəd 2 qat hidrogen rabitəsini əmələ gətirirdi. Bax, belə yazarıq ki, 2 dənə nukleotid olduqda 1 ədəd 2 qat hidrogen rabitəsini əmələ gətirir. Düzdür? 1 ədəd 2 qat hidrogen rabitəsini. Bizdə də verib ki, 2 qat hidrogen rabitələrin sayı 200-dür. Mən 2-ni 200-ə vurmaqla ümumi nukleotidlərin sayını taparam. Nə qədər? 400. Bu 400-ün 200-ü adenindir, 200-ü timin.
Aha, doğru cavabımız X-də oldu 300. 8-ci sual cədvəldə X-in qiymətini tapın. Çiçəkli bitkinin yarpaq sahəsi, günün uzunluğu, fotosintez prosesində udulmuş karbon qazının miqdarı. Yenə bizə həm düstur lazımdır, həm də fotosintezin yekun təhlili. Biz bilirik ki, belə bir düsturumuz var idi. M bərabərdir S vurulsun T-yə. Düzdürmü? S-imiz nə qədər idi? 18. 18-i vurarıq 5-ə. 18-i 5-ə vurarıq, taparıq 270 qram. 270 qram nədir? Bizim üzvə maddəmiz 270 qram oldu. Bəli, indi deyir ki, fotosintez prosesində udulmuş karbon qazının qramla miqdarını. İndi qramla deyir. Biz bilirik ki, 180 mol glukoza əmələ gəldikdə 6 vurulsun 44 qram karbon qazı istifadə olunur. 44 nədir? CO2-nin monomeridir, bilirik. Bəs biz üzv maddəni tapmışdıq ki, 270 qram üzv maddə əmələ gəldikdə nə qədər karbon qazı istifadə olunur? Bunu da taparıq 396 qram. Doğru cavabımız 396 qram. Davam edirik 9-cu sual. Selluloza haqqında düzgün fikirləri seçin. Selluloza bilirik ki, polisaxariddir, mürəkkəb karbohidratlardır. Düzgün fikirlər. Birinci polisaxariddir, bəli. Süd şəkəri də adlanır, xeyr. Süd şəkəri adlanırdı, laktoza. Hidrofob maddədir, bəli. Suda həll olunur. Lipidlərə aiddir, xeyr. Karbohidratlara aiddir. Heyvan hüceyrələrində üstünlük təşkil edir, yanlışdır. Bitki hüceyrələrində xarici qıllafı sellulozadan təşkil olunmuşdur. Doğru cavab 1 və 3. Həm siyonobakteriyalar, həm də qırmızı bakteriyalara baxaq. Hər ikisinə aid olan. Fotosintez prosesində glukoz əmələ gəlir, bəli, hər ikisi də. Karbon qazından istifadə edir, bəli, hər ikisi. Oksigen əmələ gətirir, siyanobakteriya. Hidrogen mənbəyi kimi hidrogen sulfiddən istifadə edir. Bunu isə biz deyərik nəyə? Qırmızı bakteriyalar. Ortaq xüsusiyyət 1 və 2-dir. 11-ci sual. Hidrofil üzv maddələri seçin. Hidrofil üzv maddələri, yəni suda həll olan üzv maddələr glukozadır, üzv maddədir, bir də fruktozadır. Selluloza yağ da üzv maddədir, lakin hidrofobdur. Natrium xlorid isə üzv maddə deyil, mineral maddədir, yəni duzdur. Doğru cavab 2 və 4. Doğru fikirləri müəyyən edin. Hüceyrədə ATF sintezi yalnız mitoxondrdə baş verir. 1 yanlışdır. Yalnız mitoxondrdə baş vermir. Digərinə baxaq. Oksigenli tənəffüs stoplazmada da baş verir axı ATF-in sintezi. İkinci mərhələdə 2 mol ATF yaranırdı. Oksigenli tənəffüs prosesinin baş verdiyi bütün hüceyrələr mitoxondrlərə malikdir. Xeyr, məsəl üçün bakteriyalarda da oksigenli tənəffüs gedir, lakin mitoxondr yoxdur. Çünki aerob bakteriyalardan da vardı. Mitoxondr yoxdur. 2 yanlışdır. 1 yanlışdır. Oksigensiz mühitdə yaşayan canlıların enerji təminatı glikoliz ilə həyata keçirilir. Bəli. Məsəl üçün, oksigensiz mühitdə yaşayan insan askaritidir, qaraciyər sortsudur, öküz soliteridir, parazit qurtları deyə bilərik. Glikoliz nədir? İkinci mərhələdir ki, oksigensiz mərhələdir. 200 kilojul enerji əmələ gəlir. Bəli. 3 doğru fikirdir. Mitoxondrdə RNT-nin sintezi baş verir, tamamilə doğrudur. Bəli, doğru cavab 3 və 4. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Baxaq, fotosintezin uyğun gələn elə birbaşa ardıcıllığı demək istəyirəm. İşıq fazasında suyun parçalanmasından ayrılan oksigen əlavə məhsul kimi xaricə çıxır və ya hüceyrənin tənəffüsü zamanı istifadə olunur. Doğru cavab 13-cü sualda 3, 6, 5. 14. Karbohidratların quruluşuna əmələ gətirən kimyəvi elementləri seçin. Yadınızda qalsın, karbohidratlardır, yağların da tərkibində karbondur, oksigendir, bir də hidrogen elementi ortaqdır. Yəni 1, 4, 5. Amma bizdə zolal desə, biz zolalların tərkibində azot da ola bilər, bəzən kükürt elementi də ola bilər, maqnisium elementi də ola bilər. Bizim 9-cu sinif dərsimizdə verilib. Amma biz karbohidratlar üçün biz seçdik 1, 4, 5. Karbon, hidrogen, oksigen. Nuklein turşuları. İri molekulu təbii üzv birləşmələrdir. Bəli, kitab cümləsidir. Tamamilə doğrudur. 1. Hüceyrədə yalnız 2 membranlı strukturların tərkibində daxildir. Yalnız nuklein turşuları 2 membranlı strukturların tərkibinə daxildir. Bu doğrudur. Çünki biz deyirik ki,
Yox, nuklein turşuları yox. Yalnız ki membranlı deyil. Təkcə membranlı quruşların deyil, stoplazmada da məsəl üçün erenteyə rast gəlmək olar. İki yanlışdır. Burada yalnız deyildiyinə görə yanlışdır. İrsi məlumatların saxlanılmasını və nəsli ötürməsini təmin edir. Tamamilə doğru. Eyni növ monomerlərdən təşkil olunmuşdur. Xeyr, müxtəlif növ monomerlərdən təşkil olunmuşdur. 8 növ monomer var. Eyni növ deyil. Doğru cavab 1 və 3. Zualların biosintez zamanı baş verən prosesləri ardıcıl olaraq sıralayın. Bu da çox maraqlı sualdır, yəni bilmək istədiyimiz ən vacib məqamlardır. Birinci baxaq, zualların biosintez zamanı 2 mərhələdən ibarət idi, transkripsiya və translyasiya. Məhz iki məlumat RNT-nin sintezi transkripsiya aiddir. DNT-də məlumat RNT-nin sintezi, daha sonra məlumat RNT-nin nüvədən stoplazmaya keçməsi, ardıcıllığımızı yazaq 2, 5. Daha sonra məlumat RNT-nin ribosomun kiçik hissəsinə birləşməsi. 3. Daha sonra nə baş verir? Nəqliyyat RNT stoplazmada sərbəst amin turşularını özünə birləşdirib ribosomlara gətirir, ribosomun böyük hissəsinə gətirir. Bununla da ribosomun böyük və kiçik hissəsi bir-biri ilə birləşir. Ən sonda isə amin turşuları polimer zəncirdə birləşərək polipeptid zəncirini əmələ gətirir. Yəni zulal sintezi baş verir. Doğru cavabımız 2, 5, 3, 1, 4. Kütlələri bir-birinə bərabər olan eyni və eyni növə aid iki dipçək bitkisindən biri A bitkisi, digəri A bitkisi 3 gün ərzində işıqda, digər B bitkisi isə 3 gün ərzində qaranlıqda saxlanmışdı. Bu olimpiada sualıdır. 7-ci sinif olimpiadalara gedən uşaqlara düşmüşdü. Baxaq. Səhv mülahizələri seçin. Bu təcrübədən sonra nə baş vermişdi? Səhvidir. Tərəzinin tarazlığı pozulmuşdu. Bəli, niyə? A bitkisində fotosintez getdiyinə görə kütləsi artır və bu zaman tarazlıq pozular. A bitkisinin kütləsi artar. 1 doğrudur. A bitkisinin kütləsi artmışdır. Bəli, doğrudur. 1, 2 doğrudur. 1, 2 doğru fikirdir. Hər birinin kütləsi azalmışdır. Xeyr, B bitkisinin kütləsi azalıb. 3 yanlışdır. B bitkisinin kütləsi artmışdır. Yanlışdır. Əksinə B bitkisinin kütləsi azalmışdır. 4 də yanlışdır. A bitkisinin kütləsi azalmış, B bitkisinin kütləsi dəyişməmişdir. Yanlışdır. Əslində bax A bitkisinin kütləsi artmış, B bitkisinin kütləsi isə azalmışdır. Burada yanlış olan 3, 4, 5 oldu. Səhv fikirlər. 18. Düzgün olanları seçin. Deyir ki, translyasiya polinukleotit sintez olunur. Xeyr, translyasiyada polipeptid sintez olunur. Transkripsiyada polinukleotit sintez olunurdu. Hansı polinukleotitlər sintez olunurdu? RNT-nin bütün növləri. 1 yanlışdır. Transkripsiya 5 növ nukleotit iştirak edirdi. Transkripsiyada 5 növ yox. Deyirik ki, transkripsiyada neçə növ nukleotit iştirak edirdi? 8 növ. 4 növ DNT-də, 4 növ məlumat RNT-sində. 2 də yanlışdır. Baxaq, transkripsiya mitoxondirdə gedə bilər. Bəli, heyvan hüceyrəsində mitoxondirdə, bitki hüceyrəsində də həm mitoxondirdə, həm xloroplastda gedə bilər. Doğru fikirdir. Translyasiya xloroplastlarda gedə bilər. Bəli, tamamilə doğru. 3-4-dür. Transkripsiya eukaryotlarda stoplazmada gedir. Xeyr, eukaryotlarda nüvədə gedir, stoplazmada yox. 5 yanlışdır, 2 yanlışdır, 1 yanlışdır, 3 düzdür, 4 düzdür. Translyasiya prokaryotlarda stoplazmada gedir. Bəli. Doğru cavab oldu bizdə 3, 4, 6. Həm translyasiya, həm transkripsiya prokaryotlarda, yəni bakteriyalarda nüvədə gedir. 19-cu sual. Hansı mülahizələri RNT-nin hər üç növünə aid etmək olar? RNT-nin yəni hər üç növünə aid etmək olar. Baxaq. 5 növ azot əsasına malikdir. Hər üçün 5-də 5 növ azot əsası var. 4 növ var. Adenin, guanin, sitozin, urasil azot əsası 5 növ eləyir. 1 yanlışdır. Birin üstdən xətt çəkək. DNT üzərində sintez olunur hər üç növü. Bəli, 2 doğrudur. Hər üçünün karbohidratı ribozadır. Bəli, doğrudur. Hər üçündə hidrogen rabitələri olur. Xeyr, yalnız yadınızda qalsın nəqliyyat RNT-sində onun hidrogen rabitələri olur. 4 yanlışdır. Hər üçünə aid deyil. Hər üçü zülal sintezində iştirak edir. Bəli, tamamilə doğru. Ortaq xüsusiyyət olan 2, 3, 5. Məsələn, ribosom RNT-si, ribosomun mərkəzi, məlumat RNT-də iştirak edir, nəqliyyat RNT-dir. Tamamilə doğru.
21-ci sual. Uyğunluğu müəyyən edin. Polipeptid, polinukleotid. Polipeptid, polinukleotid. Gəlin baxaq. 1, 2, 3-də. Uyğunluğu biz də burada yazaq ya da belə bir dəqiqə. 1, 2, 3. Polipeptid zolal deməkdir. Polinukleotid nuklein turşularından hər hansı biri ola bilər. DNT də ola bilər, RNT də ola bilər. Quruluşunda hidrogen rabitəsi ola bilər. Quruluşunda hidrogen rabitəsi ola bilər. Dedik ki, bu polinukleotiddir ki, yəni DNT-də də ola bilər, nəqliyyat RNT-də də ola bilər. Bir dəqiqə yox, səhv elədik. Burada bir dəqiqə təzədən yazım, üzr istəyirəm, bir dəqiqə. 1, 2, 3. Gəlin baxaq. 21-ci suala baxırdıq, düzdürmü? Quruluşunda hidrogen rabitəsi ola bilər. Quruluşunda hidrogen rabitəsi, bəli, həm polipeptiddə ola bilər, həm polinukleotiddə. Çünki zulalın ikinci quruluşunda da var. Burada DNT-də də var, ola bilər. DNT-də də var. Bir də nəqliyyat RNT-də ola bilər polinukleotidlər. Hidrogen rabitəsini ortaya yazarıq. Çünki hər ikisində də var. Zulalda da var, polinukleotiddə də. İçini ortaya, ayını ikiyə yazdıq. Baxaq. Sonra B. Bilavasitə translasiya prosesində sintez olunur. B olar. Bəli. 1-ə yazarıq. B. Zülal əmələ gəlir. Quruluşunda makroergik rabitə olur. Heç birində götürməyəcək. Viruslarda olur. Bəli, viruslarda ya DNT ola bilər, ya RNT ola bilər, amma zülal da var. Yəni polinukleotid zülal mütləq şəkildə viruslarda var. Yalnız polinukleotidlərdən biri olmalıdır. Ona görə 2-yə A, D. Monomerin quruluşunda monosaxaridi vardır. Monomerinin quruluşunda monosaxarid vardır. Bəli, bu polinukleotidlərdir ki, bunların quruluşunda, yəni onların monosaxaridi nədir? Karbohidratı vardır. DNT-də dezoksiriboza, RNT-də riboza. Deməli, 1-də B, 2-də A, D, 3-də Y. Yaxşı sual idi. 22-ci suala baxaq. Fotosintezin işıq fazası, oksigenli tənəffüs. Bəli, gəlin diqqət yetirək. Birinci suala. Birinci, su fotolizə uğrayır. Bax, su fotolizə uğrayır, fotosintezin işıq fazasındadır. Süd turşusu hidrolizə uğrayır, oksigenli mərhələdir, 3-cü mərhələdə. Atomor hidrogen əmələ gəlir. Atomor hidrogen əmələ gəlir. Burada hər ikisində biz deyirdik ki, atomor hidrogen yaranırdı. Proton kanalının açılması məqsədi o idi ki, bax, xlorofildə necə idi? Həmən o hidrogen katyonu membranın daxilindən xaricə çıxartmasına kömək edirdi, stromaya, qranlardan stromaya keçirdi, düzdür? Bax, bu idi, amma oksigenli mərhələdə membran daxilindən daxilinə keçməsinə səbəb olurdu. Bəli, hidrogen əmələ gəlirdi 24 mol. 2-yə yazarıq, nə? Bir dəqiqə təzədən 2-yə yazarıq C, 1-ə yazarıq A, 3-ə yazarıq B. Davam elək. ATF sintezi baş verir. Bəli, hər ikisində həm oksigenli mərhələdə, fotosintezin işıq fazasındadır, həm oksigenli tənəffüsdə də ATF əmələ gəlirdi. Tamamilə doğru. Burada 36 mol idi, amma burada moldan göstərilmir. Amma bilirik ki, işıq fazasının əsas məhsullarından biri ATF-in əmələ gəlməsidir. Doğru. Davam edirik. Karbon qazı əmələ gəlir. Karbon qazı əmələ gəlir harda? Bu da oksigenli mərhələdə süd turşusunun hidrolizindən. Süd turşusu ilə hidroliz olunurdu 6 mol karbon qazı və 24 mol hidrogen katyonu əmələ gəlirdi. Kitabımızda bu reaksiya verilibdir. Deməli, 1-də A, 2-də C, D, 3-də B və Y. Sonuncu sualımız qaldı. Uyğunluğu müəyyən edin. Enerji mübadiləsinin ikinci mərhələsi, enerji mübadiləsinin üçüncü mərhələsi. Enerji mübadiləsinin ikinci mərhələsi dedikdə, yəni glikolizdir. Üçüncü mərhələ oksigenlidir və hidrolizdə deyə bilərik. Baxaq, birdə nədir? Birdə deyir ki, mitoxondrdə baş verir. Ay, anı hara yazarıq? Mitoxondrdə baş verən üçüncü mərhələmizdir. Bəli, doğrudur. Daha sonra oksigen iştirak etmədiyi üçün oksigensiz mərhələ yazılır. Birdə pro-üzüm turşusu əmələ gəlir. Bəli, 1 mol qlukoza parçalanır. Əvvəlcə pro-üzüm turşusuna, daha sonra süd turşusuna əmələ gəlir. Doğru cavabdır. 1-ə C yazarıq. İstilik enerjisi ayrılır. Gəlin baxaq, istilik enerjisi hər ikisində ayrılırdı. Doğrudur. D.
ATF sintezi baş verir. ATF sintezi də dedik ki, hər ikisində baş verirdi. 200 kilojul buradaydı. 2600 kilojul enerji burada əmələ gəlirdi. 200 kilojulun 120 kilojul istilik şəklində ayrılırdı. O 3-cü mərhələdə isə nə qədər 160 kilojul istilik şəklində xaric edilirdi. Bu qədər.